Herkese salam. Bugün sizlərlə Respublika Fen Olimpiyatları, yəni ERFO-ya yarışlara hazırlıqla bağlı playlistin növbəti videosundayıq. Python və C++-da tətbiqlərlə bağlı dərsin 24-cü belə deyək ki, həlli olacaq bu. Arada başqa suallar da işləmişik. Sadəcə olaraq bu həllər sırf CSS saytında problem setin içərisində o tasklardan olan ardıcıllıqla getməli idi və təəssüflər olsun ki, təəssüflər deməyəsinə maraqlıdır ki, 300 dənə sual idi, 100 dənə də əlavə gətiriblər və bu 100 sualın içərisində bundan əvvəl işlədiyimiz Max Grid var idi. Bir də indi Grid Coloring One first sual var ki, burada. Əvvəl yox idi, mən playlisti başlayanda, indi əlavə olunub. Yəni, sualı izah eləməyə çalışanda belədir. Sual əslində asan, ciddən çox asan bir sualdır. You are given an n times m grid where each cell contains one character A, B, C, O, D. Deyir ki, sizin n'in m ölçüsündə bir gridiniz var. Bu grid də bizdə rusca setka, Azərbaycan dilində tor deməkdir. Tamam. Yəni bizim gridimiz buradan başa düşürük ki, n'in m ölçüsündədir. Bunu müəyyən qədər başa düşdük. Və bu n bizdə sətr sayıdır. Hər videoda onsuz da onu deyirəm. Bu da bizdə sütun sayıdır. Və onsuz da başa düşürük ki, əgər sətr sayılarından söhbət gedirsə, birdən n-ə, sütun sayıları birdən m formasında dəyişir. Sadəcə indeksləmə sıfırdan başladığına görə n-i və m-i bu dəyərlərdə görə bilmirik. Davam edirik. Tamam. Deyir ki, for each cell you must change the character A, B, C or D. The new character must be different from the old one. Hər bir xana üçün mən əvvəlkindən fərqli yeni bir dəyər yazmalıyam. İzah eləyə bilirəm. Bunu məsələn belə götürək. Bu da belə olsun. Biraz belə naşı çəkdim, amma başa düşdü. Sıfırdan başlayır. 1, 2, 3, 4, 5, 6. Məncə kvadrat çıxmadı. 1, 2, 3, 4, 5, bəxtdən. Və bunlara mən əgər ilər və bu tərəflərə mən iodlar desəm, mənim iod xanam üçün, grid iodum üçün dəyişmə nə olmalıdır? Bir də onu dərk eləməyə çalışaq. Bunun özü əvvəlkindən fərqli bir dəyərlə yenilənməlidir. İzah eləyə bilirəm. Və bu dəyərlərin yenilənməsi də bizdə A, B, C və D-nin içərisindən baş verməlidir. Sonrasında mənə deyir ki, your task is to change the characters in every cell such that no two adjacent cells have the same character. Yəni deyir ki, qonşu olan xanaların dəyərləri eyni olmayacaq bir tapşırıq icra eləməlisən. Yəni sənin tapşırığın ondan ibarətdir ki, iki qonşu xanada eyni dəyər olmasın. Yəni qonşu xanada nə deməkdir? Onu başa düşməyə çalışaq. Şahmatdakı rok, yəni top fiqurunun hərəkəti nə cür gedirsə, yəni sütun və ya sətr boyunca eyni xana olmamalıdır. Burada A varsa, bura yaza bilməzsən. Aydındır. Burada P varsa, burada P yaza bilməzsən. Burada C varsa, burada C yaza bilməzsən. Burada D varsa, burada D yaza bilməzsən. Onda burada heç nə yaza bilməzsən. Onda belə bir situasiya ilə qarşılaşmamaq üçün biz limiti biraz azaltmağa çalışaq. Yəni 4 dənə elementim var. Bu limiti mən onsuz da ki salmağa çalışmalıyam. Burada nədir? Bir öz içindəki xana olmamalıdır buradakı dəyər. Bu dəyişməlidir. Bir yuxarısı bu 5 dənə dəyər var burada. Və mən dəyişə bilməyəcəyim nədir? Bir dənəsi nağdı durub, öz xanasının içi dəyişməlidir, bu öz yerində. Sonradan mən necə eləyə bilərəm? Əgər ki, dəyişməni bir istiqamətdə aparsam, yəni belə deyək, sağa doğru və aşağı doğru, onda əks istiqamətdə yoxlanış mənə kifayətdir. Çünki onsuz da ki, məsələn, birinci və yuxarıdakı və soldakı xananı yoxlamışamsa, mən sağa gələndə bundan əvvəlki yəni solda olan xanadan söhbət gedir. Və öz yuxarısındakı ilə bunu yeniləməklə işim əlli olacaq. Deməli, mən də əslində 3 dənə xanaya endirə bilirəm. 3 xanaya endirə biləndə onda mən əminliklə deyə bilərəm ki, hər dəfə bu çoxluğun içərisindən 3 dənə elementi maksimum ələsəm, bir dənə element qalacaq. Yəni, yazmağa nəsə dəyər var. Hər zaman dəyər var. O zaman problem əlli oldu. Onda gəlin bunu burada simvolik formada yazmağa çalışaq. Onda bizim xanamızın özü 2-ni 2-yə biraz pis yerdə durub, gəlin bunu yaxşı bir yerə göndərməyə çalışaq ki, daha belə dolğun görünsün. Gəlin 3-ün 2-yə göndərək. Deməli, iod görüntüsünü bura gətirək. Bu olsun bizdə 3-ün 2. Həmişə belə yazın, sonrasını deyəcəm nə demək istəyirəm.
Və mən burada nöqtə qoyuram ki, olduğum xananı bilim. Və bunun məndə çek eləməli olduğum xanası nədir? 3-ün 1-ədir. Buradan vektoru çıxardaməmişəm. Burada 2-nin 2-ədir. Mənim yoxlamalı olduğum vektor nədir? 0-ın -1-ədir və -1-in 0-adır. Bitdi. İndi bunun üstünə çox şeyləri oynayacağıq və oynadıqca da dəlirəcəyik türklər demişkən. Gəlin girişlərə falan baxaq. Input. The first line has two integers n and m. The number of rows and columns. Sonsuzda burada dedik ki, sətir və sütun deməkdir. Sətir bizdə olur row, sütun bizdə olur column. Gəlin bunun kodunu yazmağa çalışaq. Deməli, bizdə olacaq nə? N-lə m daxil olur və orada mən deyirəm ki, integer value içində götür onları. Belə işlər. Mənası işlər. Sonra mənə dediyi nədir? Next n lines each have m characters, the description of the grid. Deyir ki, növbəti n sətir gridin vəziyyətini ehtiva edir. O zaman bunu belə eləyəcəyik. İndi içəridə element dəyişməliyəm deyə mən onu stringə saxlamaqla bir şey ala bilməyəcəm, dəyişə bilməyəcəm. Ona görə listə atacağım girişdəki dəyəri. Listin içini dəyişə bilərəm. Mutable, immutable Pythonda, yəni daxildən dəyişə bilən və daxildən dəyişə bilməyən tiplər üçün. Keçən videoda dedik ki, sadəcə say üçün işləyiriksə birinci belə deyək ki, iterator adını altdan xətt saxlamaq daha rahat olur. In range n sətrimizdə götürdük, atdıq ora. Gəlin bunu buradan print, yəni içərisini görmək adına deyirəm ki, grid eləyək və burada isə alt-alta sətirlərdə görək. İndi bizim dəyərimiz inşallah ki, qorxulu falan olmadan rahat çıxardarıq budur. İndi burada problemimiz yoxdur. Gəlin sualın həllinə girişməyə çalışaq. Və yaxud dediyimiz kimi birinci, yəni hətta kompleksini müəyyən qədər yoxlayaq, ondan sonra istəyirsiniz həllə girək. Məsələ nədir? N-lə m burada constraint hissəsində deyir ki, 1-in 500-ədir. Tamam. Və burada deyir ki, n-valid solution, yəni bizim üçün print n lines each with m characters the description of the final grid, yəni bu qanun uyğunluğu ödəyən son torun vəziyyətini çap elə. You may print any valid solution. Siz hər hansı keçərli bir həlli çap eləyə bilərsiniz. If no solution exists, just print if possible. Onsuz da ki, solution hər zaman var. Çünki bir dənə belə xana olsa, ən pis variantda biz başa düşürük ki, sadəcə o xana dəyişəcək, bitəcək. Onda bizim içəridə n-in maksimum dəyəri 500-dür. Tamam mı? 500 onsuz da bizdə nə deməkdir? 5 vurulmuş 10 üstün 2 deməkdir. Bunu da biz 5-yə 2 yaza bilirik. 5-yə 2 yazanda bunu kvadrata qaldıracaq. Çünki n-ə vururuq. O zaman olacaq 2 10 üz üstə. Birbaşa yazmayaq. 25 y4-ə gələcək. 10 üstü 4 eləyir də. O da bizdə 2 10 5 y5-dir. Və bizim 4 dənə iterasiyamız olduğuna görə burada 10, y5, bu da eləyəcək 1, y6. Ki bu C-də elə də problemli deyil, Pythonda bu dirənir. Ki bu da belə bir vəziyyət olmayacaq onsuz da Allahın izni ilə. Çünki səbəb bundan ibarətdir ki, özümüz də hiss eləyəcəyik ki, yəni iterasiyanın özündə biz çek eləməyə başlayanda deyək ki, məsələn A-da ya B-də ya C-də ya D-də çek eləyirik. Bu bir dəfə olmuş ola bilər. Yəni hər dəfə 4 dənəsinin getmə ehtimalımız yoxdur. Çünki bu dəyişə-dəyişə getdiyinə görə hər dəfə elə bir vəziyyət yarana bilməz ki, bunun özü bu yəni elə bir vəziyyət yarana bilməz. O çox böyük bir matris çünki xüsusi olaraq seçilmiş olsun ki, hər dəfə bu 3 də fərqli olsun, D-yə qədər gəlib çıxmalı olaq, məcburiyyətində qalaq. Elə bir matris yığılıbsa, işimiz ağırdır. Yığılmayıbsa, yəni yola verəcəyik. Onda deməli bizdə olacaq in range n, bir dəqiqə iod yazaq. Iod. N-lə m-lə də yazmaq olar əslində. Olsun. For g in range, burada da m yazılır, bu da getdi. İndi burada yoxlamalı olduğumuz nədir? For ch in a, b, c, d. Bunların içərisindəki elementin orada olub olmadığını yoxlayıq. Birinci deyirik ki, for grid iod bundan fərqlidirsə, bu ən məntiqli hissəsidir və rahatdır. Bunu niyə yazamadım? Ch və bundan sonrasına baxmağa çalışacaq. Bizdə sözü gedən vəziyyət nədir? Bir dəqiqə, onu niyə buradan yazıq? Sözü gedən vəziyyət nədir? Biz tuzdurmağa çalışırıq ki, baxın, diqqət edin. Deyirik ki, bu i-nin yodun vəziyyətinə baxın.
i-sinin yosunun vəziyyətində birinci oda çək eləməliyik ki, valid bir dənə xana varmı ki, onun içərisini çək eləyim. Onu belə eləyə bilərsiniz ki, siz deyirsiniz ki, sizin i dəyəriniz n arasında və eyni zamanda bu xana validdir. Yəni onu tutmağa çalışırıq. Bu olsun yox, o da kiçik də m olsun. Və bu xanadakı dəyər, yəni bu xana var və eyni zamanda and və eyni zamanda bizim o xanadakı dəyərimiz olsun grid i yot belə bir şey. AJ də deyə bilərsiniz, yot da deyə bilərsiniz. Bu CH-dən fərqlidirsə və eyni zamanda sizdə yuxarıdakının çox oxşar vəziyyəti olacaq. Deməli, bunun i çıxılmış biri n-dən kiçik qalmalıdır və eyni zamanda sizdə bu belə bir şey olmalıdır. Bir dəqiqə, burada çıxılmış biri olmalıdır. Düzəldi. Və eyni zamanda grid i çıxılmış bir yot fərqli olmalıdır CH-dən. Belə bir şey olsa, o zaman gridin içərisindəki o iodu dəyişmək icazəmiz əmələ gələcək ki, bu da karakterlə dəyişəcək, buradan da break atacaq ki, dövr uzanmasın. Sual bitdi kimi görünür, amma bitmir. Məsələn, belə eləyəndə fikir verin. Birinci sətir inanılmaz formada, birinci sətir və birinci sütunu deyirəm. İnanılmaz formada qəribə gəlir, birə-bir int. İkinci sətirdən başlayaraq problem həll olub. Nə sağı, nə yuxarısı, üzrə, nə solu, nə yuxarısı eynidir, nə solu, nə yuxarısı eynidir. Burada problemimiz yoxdur. Problem yaradan bir nöqtə var sanki. Sanki bir nöqtə var, problem yaradır. Yəni i-nin 0 olduğu və yodun 0 olduğu vəziyyət problem yaradır. Hiss edirsiniz siz? Qəribə gəlir, hə? Niyə belə bir şey olsun? Hər şey düz gəlir. Niyə mənim i və yodum 0 olduğu halda problem yaratsın? Onda bəlkə bunu mənfiyə çəkim deyir adam. Ya mənfiyə çəksən də burada bir qəribə bir situasiya yaranacaq. Sən olsa mənfiyə çəksən belə bu i-yə dəymirsən axı. Niyə bu problem yaransın ki? Problemin kökü bilsiz aradadır. Yəni bunu bir dənə də aşağıdan ran edeyim, dərk eləyəsiniz nə demək istəyirəm. Çünki qəsdən bunu hələ ki siyahda saxlayıram ki, o ikisini çap eləyəndə alt-alta bir-birindən fərqli görünsün. Siz iki şərti bir-birinə bağlı formada vermişsinizdir. O gələn dəyər, məsələn A-dan söhbət ki, bundan fərqli olanda and gedəndə bu dəyərlərdə bax fikirləşin, birindən yox cavab alsaz hamısını qırır. Axı mənim birinci sətrimdə və birinci sütunumda, birinci sətrimin üstündə, birinci sütunumda sonunda xana olmadığına görə buradan mən bir şey ala bilmərəm ki. Belə bir xana varsa deyirəm, yoxdursa da iş görmə deyirəm. Deməli onda biraz yanaşmanı dəyişmək lazımdır. Onda yanaşmanı nə cür dəyişə bilərik biz? Yanaşmanı belə dəyişə bilərik əslində. Mən deyim ki, mənim xanam fərqlidirsə yerinə yox da bu inkardan gəlməyə çalışaq da suala həldə. Bəzən kömək olur. Burada notdan gəlsə, bunu bu şəkildə götürsək, indi görəsiz nə demək istəyirəm. Sən təzədən oradan eləyək. Bu dəfə dəyişdi. Düz gəlirmi, baxın. Birinci sətirdə A yoxdur. Birinci sütunda burada A yoxdur, burada B yoxdur. Görürsünüz, yuxarı ilə aşağı ilə hamısı düz gəlir. Deməli, kodumuz düzdürmü? Total olaraq götürəndə hə düzdür. İndi yavaş-yavaş bunun analizinə gedək. Onsuz da ki, orada submit eləyəcəyimiz hissədə fərqli bir şey eləyəcəyəm, dəxlis yox. Məsələ nədir? Gəlin bir damcı diqqətlə baxaq. Burada elədiyimiz addım budur. Biz deyirik ki, əgər solundakı şey, yəni belə bir xana varsa, yəni yoxdursa da onsuz da bu nə olacaq? False qaytaracaq, bu da onu true eləyəcək. Yəni yoxdursa da problemim yoxdur mənim. Varsa, amma simvol təkrarlansın. Bu hissəni mən həll elədim bundan. Görürsünüz? Yoxdursa da buradan not qayıdacaqdı. O not da onu true eləyəcək. Amma varsa belə bir xana, var olduğu vəziyyətdə orada əgər ki, indiki mənim
simvolumdan eyni şey varsa, yəni elə bir simvol qoymalıyam ki, bayaq dedim axı ki, yəni qoymaq istədiyim simvol, məsəl üçün beynimdə beyni tutmuşam. Əgər B buradadsa yox, beyni işlətmə, onda o birisinə keçərsən. Yəni B burada yoxdursa da deyəcəkdim də mən. Mən deyirəm ki, yəni mənim indi qoymaq istədiyim simvol orada varsa, onda dayandır. Yox, onda belə çıxır ki, mənim qoymaq istədiyim simvol orada yoxdursa da o birisi üçün eyni şey keçərlidir. İndi fərqli bir mövzuya baxmağa çalışın. Burada diqqət edin. İyot xanası olduğuna görə burada əslində ini yoxlamaq çox məntiqsizdir. Çünki onsuz da bizim iyimiz keçərsiz olsaydı burada xəta verərdi. Deməli, bundan əvvəlki videoda mən demişdim də, əgər i'lərdə yodlarda bir dəyişiklik eləyəcəksə, birinci indeksin var olmasını yoxlayıb, ondan sonra biz o indeksdən bağlı mülahisə yeridə bilərik ki, bizim array'imizin içərisində o pozisiyadakı elementdən danışaq. Yəni olmayan bir şeyi siz çağırırsınız, xəta alarsınız. Ki burada ini dəyişməmişikdi, burada da yodu dəyişməmişikdi. Bu hissələr əslində artıq izah eləyə bilirəm. Ki, yəni buranı təzədən ran edib götürsək, görəcəyik ki, birə-bir eyni nəticəni alırıq. Problemimiz yox. İndi gəlin sizə bir dənə fərqli bir şey deyim. Fərqli bir şey deyim burada. Çox maraqlı bir formada bizim bu bir çıxılması nə zaman problem yaradar? Onsuz da ki, geridən baxırıq deyə yodda. Bir dənə bu sıfır əslində problem yaradır. Bu sıfır olmasa, bu problem almayacaq. Çünki C nə olur olsun, var fikirləşin. N-tinə belə gəlsəz, onsuz da buranı yoxlamalısınız. Bir dənə birinci sütunda siz onu yoxlaya bilmirsiniz. Əslində mən bunu bu qədər yoxlamaq yerinə sadəcə belə desəydim ki, C fərqlidirsə sıfırdan, ki, bayaqki ilə eyni şey gəlib çıxır. Yəni, mənim niyyətim nə idi? Elə bir xana varsa, C sıfırdan fərqli sonsuz deyini dəyişməmişəmsə, deməli elə bir xana var. Yəni C sıfırdan fərqlisə, yəni birinci sütunda deyiləmsə, qalan sütunların hər birinin sağında bir sütun var. Və burada da eynisini mən deyə bilərəm. I fərqlidirsə sıfırdan, o zaman, yəni mən deyirəm, birinci sətrin axı üstündə xana yoxdur. Birinci sətirdə deyiləmsə, hər hansı bir yerdə olum, mən deyə bilirəm ki, mənim olduğum xananın üstündə xana var. Aydındır. Onsuz da məndə 1 çıxılırdı deyə i'nin sıfırdan böyük olması, ya sıfırdan böyük olması da i ancaq mənfi olmayan tam ədədlərdirsə də sıfırdan fərqli olması deməkdir. Bir xananı ehtiva eləyir. Tamam. Bunu eləyəndən sonra gəlin bunu burada ran eləyək. Nəticə eynidir. Problemimiz yox. Bu şəkildə saxlamaqda olar. Daha belə maraqlı bir şey istəyirsinizsə də, ki, məncə daha maraqlıdır. De Morgan rule dediyimiz bir şey var. De Morgan rule. De Morgan rule bizdə nə deyir? De Morgan rule hətta. Deyir ki, əgər sənin notun varsa, hansı ki condition 1 and condition bizdə second varsa, o zaman bunun açılışı budur. Not condition 1 or, bunun bura tətbiqi oraya yaradır. Not condition second. Yəni bunu tətbiq eləməyəcək göstərir. Bana görə işləyirmi yəni bu? Oyun tim deyil ki. Buradan da bir dənə not qoyaq. Və bu endləri oraya eləyək. İşləyirmi yəni bu? Niyə işləyir onu bir dəqiqə mötərizələr yaddan çıxır. Nəsə problem var sanki. Problem nədir? Problem nədir? Deməli, məsələ buradadır. Biz bunları mötərizəyə alıb yazmazsaq, əməl ardıcıllığı problemləri ilə üzləşmiş oluyor. Çünki not oradan qabağı işləyir deyə qoymur bunları rahat işləməyə. İzah eləyə bilirəm. Not oradan qabaq işləyir. İndi baxaq bir başımıza nə gələcək orada. Və ikinci bir şey var. Not oradan qabaq işləyir deyə əslində qalanı bunları yazmağa ehtiyacımız yox idi. Çünki onsuz da not oradan qabaq işləyir. Məsələ buradadır. And oradan qabaq işləyir. Əməl ardıcıllığında birinci notdur bizdə, sonra anddir, sonra ordur. Yəni sən oru, bax burada məsələn, bayaqki vəziyyətdə mötərizə yox idi. Oru icra eləməmiş, buradan çıxan nəticə ilə buradan çıxan nəticəni and eləyirdi. Onun qabağını ala bilmək üçün biz belə bir şey eləyirik. Aydındır? Və bura gəlib bunu təzədən kopyalayayım mən ki, bura atım. Nəticə birə-bir eynidir bayaqki ilə.
Okey. Hələ problemimiz yoxdur. Tamam. Bu beylərdə və s. olması əslində çox yaxşı bir şeydir. Yuxarını dəyişə gedəndə çünki ən birincilərə qaytarırıq deyə dövr sayını azaldırıq. İndi məsələ nədir? Siz əgər ki notu bərabər deyillə tətbiq edirsə, bərabər deyilin əksi onsuz da bərabərdir deməkdir. Yəni bu notu bu qədər intensiv işlətməyə ehtiyac qalmır ki, buradan da bunu silib bu şəkildə yaza bilərəm mən. Və əlavədən bir şeyə fikir verin. Bərabər dilin əksi də bərabər deyil demək olduğuna görə avtomatik olaraq mən buranı silib bunu mən nə edə bilərəm? Oy. Dəyişə bilərəm. Düzdür. Buradan kopyalayıb yapışdırdım. Nəticə eynidir. Və ümumiyyətcə buradan da submit-ə gedə bilərsiniz. Ümumi olaraq baxanda məncə maraqlı və əslində asan deyə çətin bir şey yoxdur burada. Sadəcə görməsi bir damcı ola bilər ki, nəsə olsun, bura qədər gəlməsi və s. və axır. Yoddur, bu idi. İndi bunun son mərhələdə nə edəcəyik? Alt-alta sətirlərdə çapı lazımdır bizə. Deməli, burada götürəcəyik bunları alt-alta sətirlərə və içəridə deyəcəyik ki, bunlar onsuz da bitişik olmalıdır. Join row. Bu join'in özü də for row in grid. Tamam. Burada təzədən bunu gətirdik. Bu da belə çıxdı. Bu isə bu hissədir. Burada problemimiz yoxdur. Və gəlib submit eləsə maraqlıdır. Yəni sual özü doğrudan çox maraqlı bir sualdır. Öyrənmək baxımından və s. və axır, yəni bura gəlib çıxması, o Demorgan dolu təzədən tətbiqi və niyə işlətdiyimizi götürməsi, oynamadan getməyə. Bir də bunun məsələn PyPy'da keçibsə, CPython'da çünki ekskluziv bir şeylər eləmədiyimizi nəzərə alanda keçir. Doğrudanca maraqlıdır. Həqiqətən maraqlıdır. Biraz gridin ölçüsü böyük gedir. Onu başdan tənzimləmək biraz da çətin gəlir ki, eləmək olar. Məsələn, bunu belə götürməyə çalışaq. Fikir verin. BC deyə bilirik. Bunu da AD, BA. Yəni burada elə bir vəziyyət qurmaq olarmı ki, burada məsələn hər hansı bir çıxışa baxın. Correct fərq eləmir də user outputdan danışaq. Burada input budur. Davamlı bu gedir. Hiss edirsiniz nə demək istəyirəm? Davamlı. Amma correct outputda məndəkinə baxın. AB, BA, SA, BS. Mənim ağlımda nə var idi? Bu outputlara birinci baxmamışdan qabaq dedim ki, bu qədər təkrarlamaqdansa biraz ağlımı işlədim. Onsuz hamısı təkrarlanacaqsa, nəyə görə şey eləməyim? İlk ikisini davamlı olaraq təkrara vurmayım. Sonra ağlımda belə qaldı ki, bəlkə onun bir hissəsində mənim təkrarın üstə düşən bir şey var ki, mən onu seçə bilmirəm. Məsələn, burada fikir verin. BA yazanda burada BA yaza bilmir. Yəni mən başdan bunu tənzimləyəndə, əslinə qalanda ümumilikdə təqribi çıxarda biləcəyim bir şey var. Yəni o dövrlərə girmədən bir şey eləyə bilərəm. Məsələn, burada da fikir versəz, yəqin ki, girişdə A var imiş. Mən A-ya qaytara bilməsəm də bu qalır. Yəni mən bunu SB eləyəndən sonra burada S eləyə bilməm sadəcə olaraq. Çünki onsudakı o ardıcıllıq qalmışdı. Yəni 1-2 dənə xanaya görə məcbursuz ki, dövrün hamısına girəsiniz. Bəlkə onun daha optimal bir vəziyyətləri var, bilməm, beyin yormadım orada. Amma yəni beynimdə o var idi ki, onsuz da mən yuxarını 2 dənə elementlərin ardıcılığı qurmuşamsa, bunun aşağısındakini də 2 elementlərin ardıcılığı qura bilərəmsə, ondan sonrakini də quraram. Sadəcə o başdan dediyi xananın öz içini dəyişmək məntiqi biraz adamı yorurdu. İndi gələk bunu C++-da yığmağa. C++-dakı həll onsuz da daha asan olacaq mən elə düşünürəm. Bu kodun bu hissəsini saxlayıram ki, köçürə bilim ora. Bizə lazım olanlar nə olacaq? Deməli, include iostream using namespace lazım olacaq. C6 2 dəfə həmişə qabağını isti yazmayaq da. Int main sonra bizdə return istiyor. Giriş çıxışım biraz çoxdur, onu biraz yüngülləşdirək. Synchronize with stdio. Bunu götürək
false verək. Sonra null pointer göndərək C-indən. C-in, C-out onsuz da eyni ölçüdədir. İkisində də eyni cür vermək problemli deyil. Type. Onu da götürdük. Null pointerlarımızı yerləşdirdik. İndi orada bizdə nə var idi? Bizdə var idi. N daxil olacaq. Integer. Onsuz da maksimum 500 görəcəkdi ya. N. M. Onu götürdük. Sonra bizdə grid-i qurmaq lazımdır. Grid məndə stringlərdən ibarətdir. Amma C++-da stringi array kimi götürsəm onun içərisini doldura biləcəm. Onda mən fikirləşirəm ki, onsuz stringin öz elementində dəyişə bilirəm. Elə birbaşa array'in üstündə eləyərəm ki, n ölçüdə bir dənə array götürüb içərisini dolduraram mən onu. Belə düşünürəm bu dəqiq. Onda belə olacaq ki, string grid n ölçüdə, onsuz da n-i götürmüşəm deyə. Və bir dəqiqə. Hətta bunu belə də eləmək olar ya. i bərabərdir 0. While kiçikdir n-dən. Okey, bu. Onda bizdə olacaq C-in grid belə bir şey eləmək olar. İndi hətta girişi yoxlaya da bilərik bu andakı. Giriş tamam gəlir ya yox. Bir dəqiqə hansısa bir nümunə onsuz da burada əlimizin altındadır. C-out yazmadığımıza görə əslində proqram sonlanıb, problemsiz sonlanıb. Onun hamısını göstərmək olar. Məsələn, burada for, onsuz da axırda eyni şey eləyəcək də. For, bir dəqiqə. For, stringin içərisindəki elementlər nədir bizdə? Bir dəqiqə düşünüm. Stringin içərisindəki element array'da. Məncə onlar da string. String row bizdə olsun gridin içərisində. Orada bizdə olacaq cout row. Bir də yeni sətir. Məncə belə olmalı. Bunu belə eləyək bir dəfə də. Bitdi. Yəni array'in içərisindəkilər də stringdir deyə bu vəziyyətdədir. O son nəticəmizi burada qoymuşuq deyə problemimiz yox. Hamısını götürə bildik. Düzdür, yəni bu sətri biz tamamladıq. Bu sətri tamamlamışıq və əslində buranı da tamamlamışıq. Onsuz da griddə yeniləmələr getdikcə onsuz bu düzələcək. O ikisi də düzəldi bizdə. İç hissə qaldı ki, forlar, onsuz da forlar iç hissədir deyə üçünü birdən yazacağam mən. Onda bizdə olmalı olan nədir? For. Int ehtiyac yoxdur. i bərabərdir 0-dan başlayıram. i bərabərdir 0. Çünki inti mən deklarate eləmişəm yuxarıda. i kiçikdir n-dən və i artar da geçsin hər girişdə. For int burada artıq c-yə ehtiyac var. 0-dan başlayır. c kiçikdir m-dən və c artar da geçsin. Və sonda bizdə orada nə var idi? Bir dəqiqə baxaq. Sonda orada nə var? Karakterin içərisindən giriş eləməliyik. Tamam. Olacaq for string. Biraz karakteri götürmək olar. Karakterin içərisindən burada stringdən giriş eləyəcək. Bir string A, B, C-dir. Bu var. Bu niyə belə yaza bilirik? Burada da fikir verin. Qarşısına sadəcə bir əməliyyatı icra eləyəcəmsə, bunu onun qabağından yaza bilirəm. Əlavə açmadan. Burada da onsuz da mən bunun içərisində sadəcə bu dövrü icra eləyirəm. Bunun içərisində sadəcə bu dövrü icra eləyirəm. Bu dövrün içərisində sadəcə bu şərti icra eləmirəm. İki dənəsini icra eləyirəm. Yoxsa onların hamısını qabaq-qabağa belə yazmaq olar. Bu break əmri də var deyə bir iş uzanıb. Ki, həm də onsuz da oxumaqlılığa görə də belə saxlamaq yaxşıdır. Yəni, gözlə görürsən ki, i-yə yoda giriş eləyəcəm. Buradan mən bir də adı nə idi onun? Karakter giriş eləyəcəm. Hətta buranı buradan da yazmaq olar. Yod bərabərdir 0-ı buradan yazırıq elə bu şəkildə də saxlamaq üçün. Yod burada qalsın. Yəni yod onsuz da dəyərə sahibdir. O dəyərimiz də bizdə başdan 0 olaraq tənzimlənir. İndi bunu eləyəndən sonra içəridə eləyəcəyimiz nədir? If mənim verdiyim şərt buydu. Grid birincisi grid if grid
iod fərqlidirsə bizdə xarakterdən and bir dəqiqə and bizdə orada nə olmalıdır? And bizdə olmalıdır nə? Yod eyniliyi ilə sıfırdırsa or indi onu izah eləyərəm niyə işləyir? Çünki bəlkə kimlərsə beynində sual işarəsi qalıb ki, nə deyib belə? Yəni ola bilər. And bir də bu yuxarıdakının bu variantı qalıb da. I bərabər 0 or grid i çıx 1 yod bir dəqiqə düzüm gedirəm. Hə. I çıx 1 yod fərqlidir C işləm. Bu getdi. Bunu eləyəndə 2 dənə əməliyyat icra olunacaq deyə məcburam bunu yazmağa. Burada içəridə olacaq gridin iodunu dəyişəcəm. Karakterlə. Və buradan bir break atacağıq. Breakdən sonra. Gözləyim. Ki buradan baxsaz görəsiniz BS hissəsi burada biraz problemimiz var elə bir BBB hissəsində. O birisi sonra SDD gəlir. Bir nəsə problemimiz var. Onun üstəsindən gəlmək lazımdır. O da nəyə görədir? Ora çaşıb or yazmışam. Çox ağıllıyam, bilirəm. Yəni anormal dərəcədə ağıllıyam. Yəni, bunu bir dəqiqə. Mən niyə onu ikisini birdən şey elədim? Gözləyim. Bir dəqiqə. Hə, bu simvol buradadır. Bunu düzəltdim mən. İndi ikincisində yenə BBB SDD gəlir ki, orada problemimiz hardadır. Bir dənə də onu da tutmağa çalışaq. Deməli, gəlin bunu buradan sileyim. Bəlkə mən özüm boş uçmalıyım. Bir dənə nəsə xətam var orada. Bir dəqiqə elə bunu buradan bərabər sıfır eləyim. Məncə düz idi, amma yenə də baxaq. Nəyəsə görə səhv gedir. Ondan imiş. Yod gələndən nasıl problem yaradırdı? Məncə bu problem yaratmamalı. Bilmədim niyə oldu. Adada eləyirəm çünki kodları elə yazıram mən. BS, AD, nəsə. Burada bu. Bu 3 dənəsi bu fərqlidir. Buna baxmayın. Bu CD-lərdən fərqlidir hiss edirsiniz. Məsələ nədir? Siz or işləyəndə orun birinci tərəfi düzdürsə də ikinci tərəfini yoxlamır. Yəni sizdə bu sıfırdırsa da, yəni onsuz da deyirsiniz ki, ən soldakı sütundayım, onsuz da bunu yoxlamayacaq. Bunu əgər yoxluyursa, deməli bu düzgün deyilmiş. Deməli siz onsuz da ən soldakı sütunda deyirsiniz, orta yerdəsiz ki, həqiqətən də onun solunda bir dənə sütun var. Burada da eyni şey. Deyirsiniz ki, mən ən birinci sətirdəyəmsə, onda o birini yoxlamayacaq. Və ya deyirsinizsə, deməli ən birinci sətirdə deyilmişsiniz. Deməli olduğu sətrin üstünə sətir var, birinci sətrin üstünə sətir yoxdur. Yəni bu ona görə işləyir. Sonra məntiqli və gözəl bir situasiyadır. Məncə maraqlıdır da. İndi bu getdi. Bunu niyə burada deklarate elədim? Buranı keçməmək üçün öz aləmimdə Çinə təsiri yenə keçdi. Belə. Məncə maraqlı sualdır. Gəlin bunu submit eləyək. Belə. Oxunaqlıdırmı desəz, məncə oxunaqlıdır, elə də yəni belə katastrofik bir şey yoxdur burada. Ciddi katastrofik bir şeyin olmadığını düşünürəm. Sualın özünün analizi biraz vaxt aparmış ola bilər ki, 34 dəqiqənin içərisində 2 proqramlaşdırma dilinin ikisini də mən yazdım. Orada submission time'lardan da görmək olar ki, məncə bizim vaxtımızı aparan şey 2 dildə yazmaqdır. Sualı əlli eləyib ancaq C-də yazsaq daha sürətli gedir. Mən C-də daha sürətli yazıram hətta. Bu qədər dostlar. Kiminsə sualı, təklifi, iradı və s. varsa bildirə bilərlər. Sualın fərqli bir rekursiv formada həlli var.
ki mən onu heç vaxt eləmərəm yəqin. Çünki məncə böyük rekursiya yəni. Yəni kimsə eləmək istəyirsə biz də qrupda paylaşarlar. Keçən dəfəki o demişdim TL optimizasiyası. Qrupa atmışdım onu sonradan ki, belə bir şəkildə də eləmək olar. Hələlik sağ olun, Allah'a emanet.